Ayədə diqqət ediləsi kəlmələrdən də biri də Rəbb kəlməsidir. Rəbb sözünün lüğəti mənasına gəlincə, sahib, yəni bir şeyin sahibi, bir şeyin ağası, başçısı, tərbiyə edəni, idarə edən mənalarını ifadə edir. Məsələn, Rabbul ailə, yəni ərəblər ailə başçısına Rabbul ailəti deyəndə, çünki bu ailə başçısı, yəni həm ailənin sahibidir, həm ailənin başçısıdır, həm ailəni tərbiyə edəndir, həm ailəni idarə edəndir. Ona görə ailə başçısına Rabbul ailəti deyərlər. Və yaxud da ki, sahibkara ərəbcə deyirlər Rabbul əməl. Niyə? Çünki bu insan, bu şəxs öz əməlinin, öz işinin sahibidir, öz işinin ağasıdır, öz işini yönəldəndir, öz işini idarə edəndir, öz işçilərini, belə deyək, tərbiyə edəndir, yönəldəndir, istiqamətləndirəndir. Ona görə sahibkara Rabbul əməl deyirlər. Rəbb sözünə adətən belə bir geniş məna verirlər. Rəbb o şəxsə deyərlər ki, bir şeyin həm sahibidir. Həmin şey, yəni həmin şəxs həm sahibidir, həm sahib olduğunun tərbiyəçisidir, həm də onu idarə edəndir. Lüğəti mənası ilə də baxanda termin olaraq da eyni mənanı ifadə edir. Yəni bir şeyin sahibi olan, bir şey idarə edən, bir şey tərbiyə edən şəxsə deyərlər Rəbb. Biz bunu Peyğəmbərin babası Əbdülmüttəlibin dövründə baş verən o Əshabul Fil Qur'an-ı Kərimdə də keçir. Bu hadisədə də olan bir Peyğəmbərin babası ilə Əbrəhənin arasında olan o diyaloq ki var, oradan da biz bunu anlaya bilərik. Həmin Əbrəhə fillərlə Kəbə evinə hücum edib, Kəbə evini dağıtmaq istəyir və bu zaman Əbdülmüttəlib, yəni Peyğəmbərin babasının dəvələrini də qəsb edirlər, yəni əllərindən alırlar. Peyğəmbərin babası Əbdülmüttəlib gəlir o şəxsin yanına və öz dəvələrini istəyəndə o şəxs deyir, mən təəccüb elədim ki, yəni Əbrəhə deyir, yəni mən fikirləşdiyim kimi sən gələrsən, bizdən xahiş edərsən, bizdən istəyərsən ki, biz Kəbəni dağıtmayaq. O zaman Peyğəmbərin babası Əbdülmüttəlib belə bir kəlmə işlədir ki, وَلَهَذَا الْبَيْتُ رَبٌّ. Bu evin, yəni bu evin, Kəbə evinin öz Rəbbi var. Yəni onun sahibi var, onu qoruyan var, onu tərbiyə edən var, onu himayə edən var. Və ənə Rabbul ibil. Mən isə dəvələrin Rəbbiyəm. Yəni mən dəvələrin sahibiyəm. Mən öz mülküm üçün, mənə məxsus olan üçün gəlmişəm. Bu evin də sahibi var, Rəbbi var, onu qoruyacaq, onu yəni idarə edəni var.